ətin qiymətində maksimal bir sıçrayış oldu. Və artıq qiymətlər də bəllidir. Sümüksüz mal əti 24 manata qədər yüksəlib, quzu əti isə orada da kiloqramına görə də 26 manata çatıb. Nə baş verir? Bunun kökündə nə durur? Biz bunu iqtisadçı ilə danışaq. Mən istərdim iqtisadçımızı studiyamıza dəvət edək. Buyurun Emin müəllim, xoş gəlmisiniz. Xoş gününüz olsun. Sağ olun. Emin müəllim, bu xəbər bilmirəm indi sizə necə təsir elədi yoxsa yox, amma mənə çoxlu suallar yaratdı və qiymətləri biz görürük. Bu rəsmi statistikanın verdiyi qiymətlərdir. Bu isə son bazar qiymətləridir. Yəni sümüksüz mal ətinin və quzu ətinin. Və quzu ətində də yeri gəlmişkən bir mühüm məqamı deyim. Mən bugün bildim ki, kiloqrama görə dəyişir. Yəni söhbət bu 26 manat 8-10 kiloqramlıqdır. Çəki artdıqca qiymətdə düşmə baş verir. Ona görə biz 23-26 sərhəddində götürmüşük. Amma dövlət statistikasının qiymətinə görə bu 18 manatdır. Yəni bu qədər fərq var. Bu fərq hardandır? Birinci bunu götürək. İkincisi isə biz qiymətlərin artımına baxırıq. Yəni söhbət 2016-cı ildən bəri qalxma. Hələ ki, burada bir emmə nöqtəsi mənim gözümə dəymir. Bax, bu temp və 2,26 dəfə bahalaşma, ildə isə 126%. Nədir və niyə bahalaşır? Ümumi tendensiyadan başlayaq. Necə ürəyin istəyir? Bəli, ümumi sizə qeyd edeyim. Bilirsiniz, tutalım ki, mən sizə gəlin, misal üçün, keçən ilki inflyasiya, daha doğrusu qiymət artımı, ətin qiymətinin artımı və Azərbaycanda qiymətin artımı digər ölkələrlə də müqayisə edə bilərik. Misal üçün. Buyurun. Və Gürcüstanla bizim aramızda biz baxsaq, keçən il bizdə 12%-ə qədər artım olmuşsa, Gürcüstanda 6,7%. Bunu bir mənalı da gəlin elə bundan irəli gələrək deyək ki, baxmayaraq ki, Gürcüstan artıq özü bizə ət məhsulları ixal edir və belə deyək, onun 11-12%-in elə 60%-i götürək bu xarici amillərdən asılıdır. Yəni ki, yemin qiymətinin artımı hətta ayrı-ayrı ölkələrdə daha yüksək artıb. Yəni ki, bu ümumi tendensiyadır. Lakin təxmini 40-45% də bu artımında daxili səbəblərdən irəli gəlir.